Salam, Real intervyu efirdədir. Avqustun 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda paraflanmış sülh sazişindən düz bir il ötür. Və bu tarix əslində həm də Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərinin, əlaqələrinin transformasiyasıdır. Yəni, bu həm də iki ölkə arasında yeni mərhələnin, diplomatik münasibətlərdə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Əlbəttə ki, region üçün bu tarixin xüsusi əhəmiyyəti var. Yəni, artıq bundan sonra tərəflər yalnız sülh prosesi uğrunda mübarizə aparacaqlar və nəhayət ki, regionda sülhün dayanıqlı şəkildə bərqərar olmasına çalışacaqlar. Bax, elə Vaşinqton sammitinin də əsas istiqamətlərindən biri məhz Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması idi ki, bu da Prezident İlham Əliyevin məhz bu istiqamət üzrə ən böyük beynəlxalq uğurlarından biri hesab olunur. Siyasi şərhçi Məhəmməd Əsədullazadə ilə məhz Vaşinqton sammiti və onun bir illik ərəfəsində əldə edilən nəticələri və irsini, gələcək proseslərə təsirini müzakirə edirik. Məhəmməd müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Məhəmməd müəllim, deməli, əslində biz bu məsələyə, mən elə indi də qeyd etdim, Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərindən çıxış edərək yanaşmalıyıq. Doğrudurmu? Yəni, gəlin biraz əvvələ nəzər salaq. Demək, demokratların prezidenti, yəni demokratlar tərəfindən seçilmiş prezident Joe Biden. Bidenin dövründə Azərbaycana qarşı olan münasibət tam fərqli idi, qərəzli idi və biz bunun hər addım başı şahidi olurduq. Nə baş verdi? Yəni, bax, bu dəyişiklik əslində Azərbaycan-Amerika münasibətlərinə hansı böyük dividendlər qazandırdı? Tamamilə doğru qeyd edirsiniz. Amerikanın keçmiş prezidenti Joe Biden Ağ Evdə olanda Azərbaycana qarşı çox qərəzli münasibət vardı. İkili standartlardan çıxış edirdilər. Bir növ Ağ Evdə İslamofobiya, Türkfobiya, təkcə Azərbaycana yox, bu Türkiyədə qarşı bu siyasət həyata keçirilirdi. Amma biz görürdük ki, Ermənistanla həmin Biden administrasiya arasında çox yaxşı əlaqələr var. Hətta onlar arasında strateji xaritədə imzalanmışdı. Biden gedir-gəlməz gedə-getdə. İkincisi isə konkret olaraq onlar Azərbaycana da qarşı Qarabağ məsələsində də ciddi təzyiq edirdilər. Baxın, özlərini demokrat adlandıranlar bir ölkənin suverenliyini, ərazi bütövlüyünü tanımaq istəmirdilər. Bir növ onlar Amerikada erməni lobbisinin təlimatı ilə siyasət həyata keçirirdilər və Amerikanın Cənubi Qafqaz strategiyası bir növ erməni lobbisinin maraqlarına qurban verilmişdir. Mən bunu belə xarakterizə etmək istəyirəm. Çünki biz təhlillər aparırdıq və görürdüm ki, Amerika Birləşmiş Ştatları dünyanın super ölkəsinin prezidenti Joe Biden, demokrat, konkret olaraq Cənubi Qafqaz siyasətində Amerikanın maraqlarına uyğun siyasət həyata keçirməli idi və regionda siyasi sabitlik, iqtisadi inteqrasiya və Amerikanın regionla bağlı siyasəti burada tətbiq olunmalı idi, amma buna gedilmir. Və təbii ki, Azərbaycan da haqlı olaraq öz prinsipial mövqeyini qoruyurdu. Heç vaxt Amerikanın əvvəlki administrasiyasının, Joe Bidenin həyata keçirdiyi siyasətə təbii ki, Azərbaycan öz prinsipial mövqeyi ilə etiraz edirdi. Və təbii ki, cənab prezidentin həyata keçirdiyi siyasət də bu istiqamətdə çox uğurlu oldu. Göründüyü kimi, növbəti prezident seçkilərində Respublika namizədi Donald Trump Ağ Evə gəldi və Azərbaycanla Amerika arasında münasibətlər sistemi normallaşmağa başladı. Çünki Donald Trump Biden'dən fərqli olaraq proseslərə Amerika Birləşmiş Ştatlarının siyasəti, strategiyası çərçivəsində yanaşırdı. Burada hər hansı bir qrupun və yaxud hər hansı bir lobbinin maraqları çərçivəsində yanaşmırdı və həmçinin Donald Trump Amerikanın Cənubi Qafqaz siyasətini də strateji olaraq prioritet elan etdi və bundan sonra proseslər demək olar ki, ABŞ-Azərbaycan müstəvisində davam etdi. Tərəflər arasında konfidensial danışıqlar aparıldı və bu danışıqlar nəhayət ki, Amerikada 8 avqust sülh paraflanmasına və növbəti mərhələdə ABŞ
Azərbaycan strateji xartiyasının imzalanmasına gətirib çıxartdı. Bugün ABŞ-Azərbaycan arasında demək olar ki, ciddi problemlər yoxdur və ABŞ-Azərbaycan əlaqələri öz inkişaf dinamikasındadır və düşünürəm ki, növbəti elə demək Biden kimi prezidentlərin vaxtında qəbul olunan bədnam 9-7-ci düzəlişi də cənab Donald Trump dayandırıb. Təbii ki, Donald Trump onu tamamilə ləğv etmək istəyir. Proses konqresdən asılıdır və düşünürəm ki, növbəti konqres seçkilərində respublikaçılar yenidən qələbə çalarsa, prezident Donald Trump məhz Azərbaycana qarşı 9-7-ci düzəlişin tamamilə ləğv olunmasına imza ata bilər. Məmməd müəllim, gəlin biz həm də bu məsələni unutmayaq ki, dövlət başçıları arasında, yəni söhbət prezident Donald Trumpla prezident İlham Əliyevin məktublaşmaları, telefon danışıqları ümumilikdə sıx təmaslarından gedir və gəlin biz bu təmasları unutmayaq. Çünki məhz seçkiyə, daha doğrusu Donald Trump oval kabinetə keçməzdən öncə də iki lider arasında, iki şəxs arasında münasibətlər var idi. Yəni həm keçmişdə bir belə deyək, Trump'ın birinci prezidentliyi dövründə təbii ki bir həmkar əlaqələri vardı və yenə də Trump oval kabinetə qayıtdıqdan sonra daha dəqiq desək, bu təmaslar inkişaf etdirməyə başladı. Yəni, gəlin bax, bu təmasların əhəmiyyətindən danışaq. Çünki sonraki dövrlərdə biz, məsələn, vitse-prezident Vensin Azərbaycana gəlişi, xartiyanın imzalanmasının təbii ki, şahidi olduq. Yəni, artıq Cənubi Qafqaz tamam fərqli bir formatda Amerika Birləşmiş Ştatları ilə sanki fərqli bir müstəvidə əlaqəyə girdi. Məhz prezident İlham Əliyevin səyləri nəticəsində tamam biz fərqli bir aspektə açıldıq sanki qərbə. Gəlin, bax, bu təmaslar və onun təsirlərindən danışaq. Buyurun. Donald Trump birinci prezidentlik dövründə də Azərbaycan, Amerika liderləri arasında çox normal münasibətlər sistemi olub. Təbii ki, həmin dövrdə geosiyasi reallıqlar tam başqa idi. Mən istisna etmirəm. Donald Trump Ağ Evdən getdikdən sonra sabiq prezident statusunda da məhz cənab prezident daima ona bir siyasətçi, bir dəyər verib, sabiq prezident kimi mən düşünürəm ki, danışıqları da olub. Çünki həmkar olublar və təbii ki, prezidentlərin şəxsi əlaqələrindən də çox şeylər asılıdır. Dövlətlərin münasibətləri, inkişafı və xalqların bir-birinə yaxınlaşması, müqavilələr bağlanması, burada prezidentlərin şəxsi nüfuzu və şəxsi əlaqələri önəmli rol oynayır. Yəni, proses də belədir. Mən düşünürəm ki, Donald Trump'ın Ağ Evə gəldikdən sonra cənab prezidentə onu təbrik etməsi, həmçinin Ağ Ev rəhbərin də məhz güclü liderlərə də böyük simpatiyası var. Cənab prezident İlham Əliyev məhz 2-ci Qarabağ müharibəsindən sonra liderliyi tamamilə beynəlxalq müstəvidə tanındı. Həmçinin Azərbaycanın Cənubi Qafqazda lider ölkə olması bir növ Donald Trump'ın da bir xarakterisi var. Liderləri önəm verir, onlarla dostluq yaradır, güclü liderlərlə də. Məhz cənab prezident də güclü liderdir və Donald Trump'la da şəxsi əlaqələri məhz ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələyə gətirib çıxartdı. Məmməd müəllim, bu demək sammitin daha bir vacib xüsusiyyəti oldu, istiqaməti oldu. Bu da TRIP layihəsinin artıq TRIP layihəsi haqqında razılaşma və Zəngəzur dəhlizinin artıq açılmasına bir vəsiqə rolunu oynadı. Ümumiyyətlə, gəlin belə deyək, TRIP layihəsinin bir daha fürsətdən istifadə edərək gəlin mahiyyətini izah edək və onun əhəmiyyətindən danışaq və Amerika Birləşmiş Ştatlarının məhz bu dəhlizə olan marağını istərdik ki, bir daha şərh edək. Bəli, TRIP layihəsi, bunu Azərbaycan Zəngəzur dəhlizi adlandırır. Bu, Azərbaycan təqdim etdiyi bir layihədir, marşrutdur. Həm bu regional inteqrasiya özündə nəzərdə tutur, həm də şərqlə qərbi birləşən əsas nəqliyyat arteriyasıdır. Orta dəhlizin əsas segmentidir. Bu günləri dünyada baş verən müharibələr də dəhlizlərə nəzarət uğrunda da gedir, strateji yollara nəzarət uğrunda da gedir. Bu günləri fikir verək, Rusiya şimal şərqlə qərbi birləşdirən əsas nəqliyyat vasitələri uzun illər Rusiya üzərindən həyata keçirilib, İran üzərindən həyata keçirilib. Amma bu günləri
Rusiya ilə tamamilə şərqlə qərb birləşdirən yollar bağlıdır. ABŞ-İran müharibəsinə görə yollar bağlıdır. Hətta dəniz nəqliyyatı da demək olar ki, iflic olub. Həmçinin hava nəqliyyatı da iflic olub. Məsələn, Amerika Birləşmiş Ştatlarının orta dəhlizə nəzər yetirməsi, 2-ci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda, həmçinin Xəzər hövzəsi, Mərkəzi Asiyada gedən geosiyasi proseslərə düzgün yanaşması, həmçinin Azərbaycanın təklifləri Amerika Birləşmiş Ştatlarının da Zəngəzur dəhlizə nəzər yetirməsinə gətirib çıxartdı. Məhz Donald Trump həmin dəhlizə Ermənistan arasında 40 kilometr əraziyə öz adını verməsi Trump marşrutu. Təbii ki, bu beynəlxalq bir tranzitdir, dəhlizdir, şərqlə qərbi birləşdirəcək və Amerika Birləşmiş Ştatları bu regiona gəlməklə bir növ regionda təhlükəsizlik və sabitliyin qarantisi olur və orta dəhlizə nəzarət edir. Bu da təbii ki, Çindir, Rusiyadır, İrandır. Bu regionda gedən geosiyasi rəqabət fonunda Amerikanın da mövqeyi güclənir. TRIP layihəsinə Amerikanın yanaşması bu regionda sabit nəqliyyat sferasının formalaşmasına, həmçinin regionda qeyd etdiyim kimi digər ölkələrin müəyyən təzyiqlərin də neytrallaşmasına gətirib çıxara biləcək. Fikir verək, Rusiya ilə 2020-ci ildə belə bir bəyanat imzalandı, 8 noyabr, orada da Zəngəzur dəhlizi vardı, amma Rusiya tərəfi tamamilə imkan vermədi ki, Zəngəzur dəhlizi açılsın, manipulyasiya etdilər. Amma Amerika Birləşmiş Ştatlarının yanaşması praqmatik idi. Amerika iqtisadi əlaqələr qurmaq istəyir, iqtisadi inteqrasiyada maraqlıdır, regionda sülhün təmin istiqamətində çox ciddi şəkildə siyasət aparır. Məhz Amerika Birləşmiş Ştatları da Trump marşrutuna ciddi yanaşaraq şərqlə qərbi ticarətinin inkişafında, həmçinin bu regionda Qərb Alyansının, Qərb koalisiyasının mövcud olmasında Amerika maraqlı oldu. Çünki Qərb bu regiona gəlməsəydi, Amerika Birləşmiş Ştatları TRIP layihəsini həyata keçirməsəydi, Rusiyada, müəyyən dərəcədə İranda bu layihəyə qarşı çıxacaqdılar. Həmçinin bu layihədə iştirak və bu layihə nəzarətə götürməyə çalışacaqdı Rusiya. Yəni imkan verməyəcəkdi, müəyyən təxribatlara da əl ata bilərdi. Amma Amerika Birləşmiş Ştatları təbii ki, burada dünyanın əsas nəqliyyat arteriyası olan Avrasiyanın şərq-qərbi birləşdirən bu orta dəhlizin əsas segmenti olacaq Zəngəzur dəhlizi TRIP layihəsinə önəm verdi və artıq 400 milyon dollar da vəsait ayırıb. Oradakı texniki işlərlə Amerikanın özəl operator şirkətləri artıq Zəngəzura gəlir. Orada müəyyən işlər həyata da keçirəcəklər. Amma fikir verək, mən qeyd etdim təxribatlar. İran da çalışır ki, onlar da şimal-cənub bir marşrutu çəkmək istəyirlər. Buna alternativ olaraq onlar da orada müəyyən işlər həyata keçirməyə çalışırlar. Fikir verirsiniz ki, 42 kilometr oradakı ərazi nə qədər strateji əhəmiyyət daşıyır və cənab prezident İlham Əliyevin məhz Amerika Birləşmiş Ştatlarının apardığı danışıqlar və regiona Amerikanın baxışının dəyişdirməsində çox xüsusi bir rolu oldu. Mən hesab edirəm ki, bu Cənubi Qafqazın siyasi taleyinə də çox müsbət təsir etdi. Məhəmməd müəllim, deməli, mən bir məsələ də istəyirəm diqqət yetirək. Bayaq biz Prezident İlham Əliyevlə Prezident Donald Trumpın təmaslarından danışdıq və burada əlbəttə ki, iki liderin siyasi kursunun müəyyən qədər üst-üstə düşməsinin şahidi oluruq. Yəni, Amerika Birləşmiş Ştatlarının xarici siyasətində artıq rasional yanaşma var. Xarici dövlətlərə, onların, məsəl üçün, tutaq ki, biz ötən təcrübələrdə görmüşdük ki, demokratların dövründə daha çox müdaxilələr, yerli yersiz müdaxilələr, əsaslandırılmamış müdaxilələr, məsələn, elə ölkələr vardı ki, onların ümumiyyətlə heç bir ölkənin daxilişinə müdaxilə etmək olmaz, amma müəyyən layihələr vasitəsilə o müdaxilələr həyata keçirilirdi. Məsələn, biz əgər tutaq ki, 15 il əvvəl, 13 il əvvəl başlamışdıq müəyyən azadlıq yaxud Amerikanın səsi bu kimi demək media qurumları, dırnaq arası media qurumları hansılar ki, maliyyələşirdilər USAID-dən.
biz onlara qarşı mübarizəyə başlamışdıq və Prezident İlham Əliyevin konkret bununla bağlı mövqeyi var. Və Trump artıq hakimiyyətə gələndən sonra mən özüm o proseslərin şahid idim. Onda Amerikada mən oldum və bir-bir həmin o qurumların maliyyə dəstəyini kəsməyə başladı və bu da onun xarici siyasətdə rasional yanaşma nümayiş etdirməsinin nəticəsi idi. Bax, bu paraleli məncə aparsaq daha dəqiq olar. Doğrudur. Təbii ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpla cənab prezident İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasətdə çox üst-üstə düşən məqamlar çoxdur və rasional yanaşmadır və digər ölkələrin daxili işinə qarışmamaqdır. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları bir çox ölkələrdə Qızıl Gül inqilabı, məxməri inqilablar həyata keçirir və bu da uğurlu olmayıb, Amerika Birləşmiş Ştatlarına başucalığa gətirməyib. Həmçinin milyardlarla, milyonlarla, 100 milyonlarla, hətta milyarlarla Amerika vergi ödəyicisinin pullarından bu vəsaitlər xərclənir. İlk növbədə Donald Trump gələndə dedi, bütün dünya Amerikaya hörmət etməlidir. Yəni Amerika hətta elan etdi ki, Amerika heç bir ölkənin daxili işinə qarışmayacaq, inqilablar etməyəcək. İndi müharibələr bu başqadır. Bu yeni geosiyasi bir dünya qurulur. Amerika müdaxilə etməsə digər ölkələr müdaxilə edir və bir çox regionlarda siyasi sabitlik pozulur. Yəni bunun da hörmətli tamaşaçılar da bunu da bilməlidirlər ki, yəni Amerikanın apardığı müharibələr tamamilə başqa sistemə daxildir. Bəli. Bu başqa sahədir. Mən hesab edirəm ki, bəli, Amerika Birləşmiş Ştatlarının prezidenti dediyiniz Amerikan Səsidir, Azadlıq Radiosudur və digər nəşrlərdir. Bunların maliyyəsini kəsdi və bunlar bir növ yumuşaq güc idi və digər ölkələrin daxili işlərinə qarışırdı və Amerika prezidenti bu istiqamətdə çalışdı ki, Amerikanın dövlət siyasətində həmçinin dövlət siyasətinə digər ölkələr hörmət etsinlər. Məhz Azərbaycan prezidenti cənab İlham Əliyev də bu istiqamətdə Amerikanın da siyasətinə yüksək önəm verir. Çünki Azərbaycan da həm beynəlxalq hüquqa hörmət eləyir. Amerikanın indiyə kimi administrasiyaları beynəlxalq hüquqa bir növ sözdə desələrdən də praktikada bu əməl olunmayıb. Digər ölkələrin daxili işlərinə qarşı yumuşaq gücdən istifadə ediblər, administrasiyalara təsir ediblər, dövlət çevrilişlər həyata keçirirlər. Amerika Birləşmiş Ştatları artıq buna son qoyur. Trump dedi ki, hətta biz o nüfuzumuzu geri qaytaracağıq. Hətta bu prezident seçilməzdən öncə idi. Məhəmməd, mən təşəkkür edirəm studiyamıza gəldiyinizə görə və son dərəcə vacib olan bu tarixi hadisənin bir illiyi ərəfəsində bir daha həmin dövrü yada salmaq və onun tarixi nəticələrini, onun təsirlərini şərh etmək baxımından çox mühüm fikirlər səsləndirdiniz. Sizə minnətdarıq. Təşəkkür edirəm. Bəli, 8 avqust 2025-ci il Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflanır Ağ Evdə, Vaşinqtonda. Vaşinqton sammiti əslində təkcə iki ölkənin yox, bütövlükdə regionun taleyini dəyişdi və ümumiyyətlə bu hadisə həm də dünyaya bir nümunə oldu. Azərbaycan prezidentinin qətiyyəti və iradəsi sayəsində regionda yeni reallıqlar yarandı və sülh təşəbbüslərinin də təbii ki, müəllifi prezident İlham Əliyevdir. Siyasi şərhçi Məhəmməd Əsədullazadə ilə Vaşinqton sammitinin bir illiyi ərəfəsində onun təsirləri, onun nəticələrini və gələcək prosesləri əlbəttə ki, təsirlərini, əhəmiyyətini müzakirə etməyə çalışdıq. Salamat qalın.